600 mindən çox sənədsiz evin problemi yoluna qoyulacaq. Paytaxt meri Hacıbala Abutalbov deyir ki, problem həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələb irəli sürülmədən həllini tapacaq. Təzəpir məscidinin ətrafındakı bütün evlər sökülərək ərazisi yaşıllıq zonasına çevriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalbov söküləcək ərazilərin adlarını ATV xəbərə açıqladı. Nizami metrosundan İstiqlaliyyət küçəsinə qədər, Nərimanov prospektindən indiki Azərbaycan prospektinə qədər olan bu ərazi tamamilə söküləcək. Təzəpir məscidimiz ətrafı tamamilə bir yaşıllıq zonasına çevriləcək. Paytaxt merinin sənədsiz evlərin sakinlərinə də müjdəsi var. Hacıbala Abutalbov deyir ki, həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələb irəli sürülmədən yaxın vaxtlarda problemlərə həll olunacaq. Möhtərəm prezidentimiz Əmlak Komitəsinə tapşırıqlar verib. İndi sənədlər orada toplanır, qanunlaşdırılır. Müəyyən olunub ki, 600 mindən yuxarı sənədsiz ev var. Elə kənd var ki, o kənddə heç kimin bir dənə də olsun sənədi yoxdur. Halbuki 100-150 ildə o evdə yaşayırlar. Amma onların da sənədləri qeydiyyata alınacaq. Hüquqşünaslar hesab edir ki, bu həm dövlət, həm cəmiyyət, həm də vətəndaşlar üçün faydalıdır.